Amma həqiqi iman odur ki, iman gəlir insanın qəlbinə yerləşsin. İnsanın qəlbində iman yerləşəndə, əsər eləyəndə insan mömin inanmış olduğu şeyləri öz qəlbində hiss etmiş olur. İnanmış olduğu Allaha, Peyğəmbərə əleyhissalam, Qur'an-ı Kərimdə ayə-ayə, kəlmə-kəlmə nazil olan və buyurulan hökmlər, əmrlər və buyurulan qadağanlar cümləsini qəlbində hiss etmiş olur. Sanki görürmüş kimi olur. Necə ki, Həzrəti Əliyə kərəməllahu vəcəh bütpərəstlər deyəndə ki, biz Tanrını qabağımızda daşdan, dəmirdən, halvadan, xəmirdən görməsək biz ona ibadət eləyə bilmirsiniz. Görmədik biz Allaha necə ibadət eləyirsiniz? Onda Cənab Əli buyurdu ki, mən görmədiyim Allaha ibadət eləmərəm. Və ya da başqa bir kəlməsində, kəlamında Cənab Əli, Allah ondan razı olsun və üzü kəramətli olsun, buyurur ki, Allahla mənim aramdakı hicablar açılsa, imanımda Allaha qarşı olan yəqinliyimdə zərrə qədər dəyişiklik olmaz. Yəni Allah-u Teala'nı bizim kimi yox, qəlbi ilə görmüş olur. Buna mərifət məqamı deyilir.